Cruises.az-ın dəyərli dostları, müştəriləri, əfsanə olan Legend of the Seas gəmisində 10280 nömrəli 4 nəfərlik otaq Spacious Infinity balkoni adı altında gedir. Girər-girməz belə bir çox xoş bir mənzərə sizi qarşılayır. Həmən sağ tərəfində sanitar qoşaq, açıq rənglərə üstünlük verilib və belə bir təmiz, çox geniş deyil, amma rahat bir şəkildə istifadə mümkündür. Burada diqqət eləməli olduğunuz məqamlardan biri, qapı bu şəkildə açılaraq tam açılmır və narahat eləmir. Sanitar qoşaq da. Deməli, açıq bej rənglərinə üstünlük verilib. İşıq və kondisionerin tənzimlənməsi üçün burada bir boy aynası sizin xidmətinizdədir. Həmən girər-girməz belə bir otaq. 4 nəfər yata bilir yatmağı üçün. Bu divan açılaraq 2 nəfərlik uzunlamasına olaraq qala bilər və gördüyünüz kimi bu da 2 çarpayı. Infinity'lərdə, ümumiyyətlə digər otaqlarda da gördüyünüz kimi Infinity'lərdə belə bir balkon tipli var. Buradakı pərdələr açılır və bir növü süni balkon deyək, amma otağın daxilində bu şəkildə çox rahat bir şəkildə bu bizim balkonumuz sayılır. Infinity balkonlar belə olur. Burada 2 məqama diqqət edirsiniz. Birincisi, günəş düşdü və istəmirsiniz otağa düşsün. Onda bu şəkildə pərdə funksiyasını yerinə yetirərək bağlaya bilərsiniz. Sona qədər bağlanır. İstədiyiniz təqdirdə bu qədər bağlandı. Bizim otaqda son idi, amma olsun. Bu şəkildə bir də deməli açaq və bir də balkonu. Mən sizə indi balkonu göstərəcəm. Balkon, yəni pəncərə aşağı necə düşüb balkon şəklini alır. Gördüyünüz hal-hazırda bu şəkildədir. Görürsünüz, bağlıdır və bunu düyməyə basaraq açıram. Bu şəkildə tam təşəkkür balkonlu bir otağa çevrilir. Bax belə çox gözəl bir funksionaldır və rahat bir şəkildə də istifadə edə bilərsiniz. Əgər otağı biraz daha havalı etmək istəsəniz, kondisioner işləmir. Əgər açıqdırsa pəncərə, onda işləmir. Bunu bu şəkildə geri qaytarsınız. Basılı tutduğunuzda onsuz da geri qayıdır. Bu şəkildə bağlayaq. Təkrar edirəm, Legend of the Seas gəmisində Royal Caribbean'ın axırıncı gəmisidir. Biraz vaxt alır, amma digər balkonla, digər gəmilərdə gördüyünüz balkonlardan nisbətən fərqlidir, amma digər gəmilərdə də buna oxşar balkonları var. Infinity adı altında gedən balkonlar əsasən bu şəkildədir. Və beləcə bu şəkildə hal-hazırda balkonda ən künc tərəfdə duraraq çox geniş bir otaqdır. Bu da ən sadələrindən sayılır, belə deyək. Digər kateqoriyalarda, digər videolarımızda görəcəksiniz. Və də həmən girişdən etibarən sizə rahat bir şəkildə göstərə biləcəyim budur. Girişdir. Təxmini addım sayı 1 və 2-dən sonra otaqdasınız. Və bu şəkil çox xoş rənglər və geniş bir Infinity balkonlu sizin xidmətinizdədir. Bax belə.